kitabxanasında görkəmli qələm ustadı, əməkdar jurnalist Ağayüsün Hüseynovun 85 illik yubileyinə həsr olunmuş toplantı keçirilmişdir. Tədbiri Prezident Kitabxanasının direktoru, filologiya elmləri doktoru, professor Afət Abbasova açaraq qonaqları salamlamış, əməkdar jurnalist Ağayüsün Hüseynovun ömür yolundan danışmışdır. O qeyd etmişdir ki, jurnalistikada elə şəxsiyyətlər var ki, onların fəaliyyəti təkcə yazdıqları məqalələrlə deyil, yaratdıqları məktəb, formalaşdırdıqları peşəkar mühit və qoruduqları dəyərlərlə ölçülür. Əməkdar jurnalist Ağayüsün Hüseynov da belə qələm sahiblərindəndir. Onun ömür yolu sözə ehtiramın, qələmə məsuliyyətin və jurnalist peşəsinə sədaqətin parlaq nümunəsidir. Söz Ağayüsün Hüseynov üçün sadəcə fikir ifadə etmək vasitəsi deyil, o sözün ictimai məsuliyyət daşıdığına hər zaman inanmışdır. Buna görə də Ağayüsün Hüseynov rəhbərlik etdiyi Bakı qəzetində hər bir yazının dəqiqliyinə, obyektivliyinə, dilinin saflığına və oxucuya hörmət prinsiplərinə xüsusi önəm vermişdir. Sonra söz Ağayüsün Hüseynovun qələm yoldaşlarına verilmişdir. Tədbirdə çıxış edən Azərtacın İdarə Heyəti sədrinin müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəy İsmailov, kinoşünas, əməkdar mədəniyyət işçisi və əməkdar incəsənət xadimi Aydın Kazımzadə, yazıcı publisist, Bakı.az saytının baş redaktoru, fəlsəfə doktoru, dosent Şərəf Cəlilli, Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin baş məsləhətçisi, Bakı.az saytının layihə rəhbəri Dəniz Məmmədli, əməkdar jurnalist, yazıcı publisist Zemfira Məhərrəmli, veteran jurnalist Ənvər Məşədiyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Polkovnik Cəlil Xəlilov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmailova, jurnalist tədqiqatçı, kulturoloq, yaponşünas Əbülfəz Babazadə, Ağayüsün Hüseynovun qızı, pedaqoq Nurlana Quliyeva və yazıcı tərcüməçi, Bakı.az saytının redaktoru Xanım Aydın qeyd etdilər ki, Azərbaycan milli mətbuatının inkişafında öz dəst xətti, peşəkarlığı və yüksək təşkilatçılıq bacarığı ilə seçilən ziyalılardan biri də qələm ustadı, jurnalist Ağayüsün Hüseynovdur. O ömrünün böyük bir hissəsini Azərbaycan jurnalistikasının inkişafına, milli mətbuat ənənələrinin qorunmasına və yeni jurnalist nəslinin yetişməsinə həsr etmiş qələm ustadıdır. Çıxış edənlər onu da qeyd etdilər ki, görkəmli jurnalist Ağayüsün Hüseynov jurnalistikaya Azərbaycanın görkəmli media xadimi Nəsir İmanquliyevin yaratdığı məşhur Bakı və Baku qəzetlərində başlayıb. Bu qəzetlər uzun illər ölkədə peşəkar jurnalistika məktəbi kimi tanınıb və yüzlərlə istedadlı jurnalistin formalaşmasında mühüm rol oynayıb. Ağayüsün Hüseynov da həmin məktəbin ən layiqli yetirmələrindən biri kimi fəaliyyət göstərərək əvvəlcə Bakı qəzetində baş redaktor müavini vəzifəsində çalışmış, 1990-cı ildən isə Bakı və Baku qəzetlərinin baş redaktoru kimi məsuliyyətli vəzifəni üzərinə götürmüşdür. Ağayüsün Hüseynov ölkənin mürəkkəb ictimai-siyasi dövründə bu nüfuzlu mətbuat orqanlarının fəaliyyətini uğurla davam etdirmişdir. Natiqlər onu da qeyd etdilər ki, 1990-cı ildən etibarən Bakı və Baku qəzetlərinin baş redaktoru kimi məsuliyyətli vəzifəni üzərinə götürən Ağayüsün Hüseynov ölkənin mürəkkəb ictimai-siyasi dövründə bu nüfuzlu mətbuat orqanlarının fəaliyyətini
uğurla davam etdirmişdir. Onun rəhbərliyi ilə qəzetlər peşəkarlıq prinsiplərinə sadiq qalaraq Bakının ictimai, sosial, iqtisadi və mədəni həyatını operativ və obyektiv şəkildə oxuculara çatdırmışdır. Çıxış edənlər onu da qeyd etdilər ki, baş redaktor kimi Ağa Hüseyn Hüseynov hər zaman jurnalistikanın əsas prinsipləri olan obyektivlik, dürüstlük, peşə etikası və vətəndaş məsuliyyətini ön planda saxlamışdır. Redaksiyada sağlam yaradıcı mühit formalaşdıraraq gənc, istedadlı jurnalistlərin yetişməsinə xüsusi diqqət yetirmişdir. O illərdə 5-6 qəzet var idi. O qəzetləri biz yaşda olanlar, bizdən biraz sonraki nəsil yaxşı bilir hansı qəzetlər olub və Bakı-Baku qəzetləri dan ulduzu kimi səmada ərq-bərq verən, parlayan və o mavi kəhkəşanda bütün parlaqlığı ilə seçilən qəzetlər oldu. Bu qəzetlərdə çalışmağın özü xoşbəxtlikdir. Mən deyim ki, Ağa müəllim elə bir məktəbin yetirməsidir ki, orada doğrudan da onu ancaq Ağa müəllim kimi bilmək olar. Allah rəhmət eləsin, Nəsir İmanquliyev bizim ustadımız, Ağa müəllimi mətbəədə mühərrirlikdən yazarlığa gətirən bir insan olub. Doğrudan da belə, yəni Bakı-Baku qəzetlərinin belə deyək ki, əvvəl Nəsir müəllim işlədiyi Yeni Yol qəzetində orada Ağa müəllimin o mətbəədə bir 60-90 dərəcə istinin içərisində qəzeti tərtibatında onu belə deyək ki, gözəl nəşr olunmasında, gözəl çap olunmasında xidməti var idi. Və Nəsir müəllim də, Ağa müəllimi oradan seçib, oradan bəyənib və oradan da Bakı qəzetlərini gətirib. Əvvəl Bakı idi, sonra Baku və nəhayət uzun illər mən özüm də Ağa müəllimdən çiyin-çiyinə o qəzetdə işləmişik. Burada Zemfirə xanım var, burada Mübariz var, burada digər adlarını çəkmədiyim Ənvər burada mənim yanımdadır, bəli. Bu insanlar doğrudan da o yolu birlikdə çox belə deyim ki, çətinliklərlə bir yerdə, uğurlarla bir yerdə keçib gəlmişik. Ağa müəllim Bakı-Baku qəzetlərinə redaktor olanda biraz zaman dəyişmişdi artıq. Çətinliklər ortaya çıxmağa başlamışdı. Amma bunlara baxmayaraq, o öz istedadı ilə, öz bacarığı ilə, öz məharəti ilə, öz insanlığı ilə o qəzeti yaşatdı, ta deyək ki, sona qədər. Ağa ilə deməli bizim həyatımız, deməli cəmaət indi o restoranlarda, orada, burada, keyfdə, damaqda. Amma bizim həyatımız mətbəədə keçib. Səhər olur da axşama kimi qəzet. Ya Allah. Mən kino qəzeti ilə film jurnalının baş redaktoru idim. Ağa da ki, Bakı qəzetində hər şey idi. Hər şey. Axırda da ki, Nəsir müəllimdən də adını çəkdi. Hər ikisimizin müəllimim olub. Nəsir müəllim bizə çox şey öyrədib. Axırda elə oldu ki, Nəsir müəllimin deməli kreslosunda oturdu. Bu çox belə xoş idi özü də. Çox xoş oldu bizim üçün. Ağa elə ağadır. Onu doğrudan da o necə deyim sənə, indiki zamanı da özü də çox çətindir ağa olmaq. Amma bu ağalığını saxladı. Bugün Bakı yaşayır, Cənab Eldar Əzizovun iradəsi ilə yeni dövrün tələbinə uyğun olaraq rəqəmsal formada davam edir. Tədbirdə Prezident Kitabxanasının hazırladığı qıssa, bioqrafik, sənətli video çarx nümayiş olunmuşdur. Ağa Hüseyn Hüseynov Azərbaycan mətbuatında uzun illər fəaliyyət göstərmiş peşəkar qələm sahibidir. O, əmək fəaliyyətinə Azərbaycanın ən nüfuzlu mətbuat orqanlarından olan Bakı və Baku qəzetlərində bu nəşirlərin yaradıcısı, görkəmli jurnalist Nəsir İmanquliyevin rəhbərliyi altında başlayıb. Jurnalist və redaktor kimi zəngin təcrübə qazanan Ağa Hüseyn Hüseynov 1990-cı ildən etibarən hər iki nəşrə baş redaktor kimi rəhbərlik edib. Onun rəhbərliyi dövründə qəzetlər öz peşəkar ənənələrini qoruyaraq oxucuların etimadını saxlaya bilib. Jurnalistikanı sadəcə sənət hesab etməyən Ağa Hüseyn müəllim bu sahəyə hər zaman yüksək məsuliyyətlə yanaşıb.
Onun yazılarında Bakı şəhərinin sosial həyatı, gündəlik problemləri və mədəni mövzular geniş yer alıb. Bu yazılar həmişə öz sadə dili və aydın üslubu ilə seçilib. O, həmkarları tərəfindən məsuliyyətli, səmimi və işinə ciddi yanaşan redaktor kimi səciyyələndirilir. Çətin dövrlərdə qəzetə rəhbərlik etməsinə baxmayaraq, köklü ənənələrin qorunmasına və kollektivdə yaradıcılıq ruhunun saxlanılmasına nail olub. Ağa Hüseyn Hüseynovun fəaliyyəti Azərbaycan jurnalistikasında bir məktəbdir və bugün gənc nəsil üçün örnək hesab olunur. Tanınmış qələm sahibinin 85 illik yubileyində onun zəngin yaradıcılıq yolu və mətbuatımıza verdiyi tövhələr yüksək qiymətləndirilir. Tədbirin sonunda bir daha qeyd olundu ki, Ağa Hüseyn Hüseynovun ömür yolu Azərbaycan mətbuatına sədaqətlə xidmət edən ziyalının həyat salnaməsidir. Ağa Hüseyn Hüseynov peşəkar jurnalist, bacarıqlı redaktor, müdrik rəhbər və gənc qələm adamları üçün örnək olan bir müəllim kimi milli mətbuat tarixində özünə məxsus yer tutmuş şəxsiyyət kimi bu gün də, sabah da, gələcəkdə də hər bir qələm sahibinə örnək olacaqdır. Onun zəngin fəaliyyəti Azərbaycan jurnalistikasının inkişaf salnaməsinin dəyərli səhifələrindən biridir. Əvvəla bir də sizə böyük təşəkkürümü bildirirəm. Var olun, sağ olun, sayıbsız, gəlibsiz. Kim mənim yaşıma çatmayıb, çatsın. Məndən də nə qədər istəyir, çox yaşamaq, yaşasın. Hamınıza burada, siz hamınız mənə yaxınsınız.